rayonunda bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat təşkilat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyəyə namizədliyi irəli sürülən qadınlarla görüş keçirilib. Yeni Azərbaycan Partiyasının rayon təşkilatında keçirilən tədbiri Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Asiya Alseynova açaraq bələdiyyə seçkilərinə hazırlıqla bağlı ətraflı məlumat verib. Bildirilib ki, Qazax rayonu üzrə 17 bələdiyyəyə keçiriləcək seçkilərə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı tərəfindən 165 nəfər namizəd irəli sürülüb. Onlardan 61 nəfəri, yəni 37% qadınlardır. Bugünkü tədbirimizin də elə əsas mövzusu bələdiyyələrdə qadınların təmsilçiliyinin sayının artırılması, bələdiyyə üzvləri sırasında qadınların sayının çoxaldılması ilə bağlı tədbir keçirilirdi. Bildiyimiz kimi ilk bələdiyyə seçkilərində qadınların bələdiyyələrdə təmsilçiliyi 4% təşkil edirdi. Artıq sevindirici haldır ki, 3-cü bələdiyyə seçkisinə, yəni 2009-cu ildə bu faiz 28%-ə çatdırılmışdı. Mən əminəm ki, 4-cü bələdiyyə seçkisinə 23 dekabr 2014-cü ilin bələdiyyə seçkilərində qadınlarımızın bələdiyyələrdə təmsilçiliyi daha da yüksəldiləcək və ən azından bu faiz 60-65% təşkil edəcək. Görüşdə Qərb regionu üzrə təbliğat təşkilat qrupunun üzvləri Emma Aslanova, Vüsalə Veysəlova, Nərgiz Rəsulova, Kifayət Fəttah və başqaları çıxış edərək Azərbaycanın bugünkü uğurlarından Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən, Azərbaycan Respublikasının prezidenti Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində ölkəmizdə əldə olunan uğurlardan ətraflı bəhs ediblər. Bugünkü tədbirin mahiyyəti ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası tərəfindən namizəd verilmiş qadınları dəstəkləmək və əlbəttə ki, hər bir seçkidə olduğu kimi Yeni Azərbaycan Partiyası nümayəndələri birinciliyi qazanmaq. Qadın bərabərliyi var, qadın tenderi vardır və qadın Azərbaycanda qadın hüququ, qadın bərabərliyi çox üstünlük təşkil etdiyinə görə bu günləri də qadınlara da şərait yaradılmışdır ki, qadınlarımızın əksəriyyət, yəni deməklər istəyərdim ki, 37%-dən çoxsu bələdiyyə seçkilərinə öz namizədliyini vermişlər. Tədbirdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Həmid Pənahov partiyanın seçki qərargahı rayon şöbəsinin gördüyü işlərdən, Yeni Azərbaycan Partiyası üzvü olan qadınların ictimai-siyasi həyatdakı fəaliyyətindən ətraflı danışaraq, qarşıdan gələn bələdiyyə seçkilərində namizədliyi irəli sürülən qadınların qələbə qazanacaqlarına əminliyini bildirib. Jalə Bayramlı, Kamran Əski Paralı, Gündüz Şahvələdov, Səs TV, Qazax.